Azərbaycanın ən kasıb rayonlarının adları açıqlanıb. Niyə rayonlarda kasıblaşma artır? İnsanlar rayonlar, kəndlərdən çıxıb niyə Bakıya gəlirlər? Araşdırmaya görə paytaxt Bakı ilə rayonlar arasında gəlir fərqi azı 2 dəfə yüksəkdir. Bu da əksər iş yerlərinin, dövlət müəssisələrinin Bakıda olmasından irəli gəlir. Bəs hansı rayonlardır ki, illərdir adı kasıb rayonlar siyahısında qalıb? Yerin Qulağı kanalı bu dəfə ən kasıb rayonları araşdırıb. 2022-ci ildə Azərbaycanda orta aylıq əmək haqqı 839 manat təşkil edib. 2023-cü ildə isə bu göstərici 921 manat olub. 2025-ci ildə isə bu rəqəm 1043 manat təşkil edib. Ümumilikdə artım çox aşağıdır. Ən yüksək göstərici 1485 manatdır ki, bu da sadəcə paytaxt Bakıda mövcuddur. Ölkədə Bakı şəhər və Daşkəsəndən başqa heç bir rayonda əmək haqqı 1000 manatdan yüksək deyil. Daşkəsəndə bu rəqəm 1271 manat təşkil edir. Ümumilikdə 33 rayonda maaş 700 manatdan aşağıdır. Beləliklə, Azərbaycanda əmək haqqının məbləğinə görə ən kasıb 10 rayonu təqdim edirik. Videomuza keçməzdən öncə kanala abunə olmağı unutmayın. Sizin dəstəyiniz bizim üçün önəmlidir. 10-cu yerdə Ağcabədi rayonu gəlir. Ağcabədi Azərbaycanın ən iri kənd təsərrüfatı rayonlarından biridir. Ərazisi 1756 kvadrat kilometrdir. Bakıdan 374 kilometr aralıda yerləşir. Əhalisi 140 min nəfərə yaxındır. Avtomobil nömrəsi 04-dür. İş üçün əhali daha çox Rusiyaya üzdür. Xaricdə işləyənləri nəzərə alaraq çox vaxt varlı rayondur deyilir. Ancaq rayon daxilində əmək haqqı çox aşağıdır. Orta aylıq əmək haqqı 650 manat təşkil edir. Bir şəhər, bir qəsəbə və 44 kənddən ibarətdir. Adının mənası iri məskən, Ağca iri, Badi məskən, qəsəbə olan Ağcabədi rayonu Azərbaycanın qədim yaşayış məskənlərindən biridir. 9-cu yer Oğuz rayonu. Oğuz gözəl təbiəti ilə seçilən, turistlərin diqqətini cəlb edən rayonlarımızdan biridir. Şəki-Zaqatala iqtisadi rayonunda, Böyük Qafqazın cənub yamaclarında yerləşir. Əhalisi 50 min nəfərə yaxındır. İnkişaf çox zəifdir. Az inkişaf edən rayonlardan biridir. İqtisadi baxımdan da çox zəif inkişaf edib. Buna görə ölkədə 4-cü yerdə qərarlaşıb. Ən əsası maaş problemi. Rayonda orta aylıq əmək haqqı 648 manat təşkil edir. Burada çoxlu şəlalə, şütülü və termal su bulaqları var. Təbiəti çox səfalıdır. Turizm üçün əlverişlidir. 8-ci yerdə Sabirabad rayonu gəlir. Ölkəmizdə Sabirabad deyəndə ilk olaraq qarpız sezonu yada düşür. Sabirabad dadlı qarpızı ilə nəinki ölkəmizdə, bir çox qonşu dövlətdə də ad qazanıb. Əhalinin ümumi sayı 190 min nəfərə yaxındır. 74 kəndi var. Bakı şəhərindən məsafəsi 170 kilometrdir. Orta aylıq əmək haqqı 646 manat təşkil edir. Avtomobil nömrəsi 54-dür. Turizm yoxdur. Yeni iş yerləri çox azdır. Sabirabad elə zonadadır ki, həm quraqlıqla, həm də daşqınlarla zərər görür. Müntəzəm olaraq Kür çayının daşması kənd təsərrüfatına böyük zərər vurur. Pambıq və bostan məhsulları əsas gəlir mənbəyidir. Amma bazar sabit deyil, gəlir azdır. 7-ci yer Saatlı rayonu. Saatlı ölkədə ən quraq ərazilərdən biridir. Əhalisi 110 min nəfərdən çoxdur. Rayon ərazisi düzənlikdir və dəniz səviyyəsindən 28 metr aşağıda yerləşir. Avtomobil nömrəsi 49-dur. Saatlı əsasən kənd təsərrüfatı rayonudur. Təsərrüfatlarında pambıqçılıq, taxılçılıq, heyvandarlıq, tərəvəzçilik mühüm yer tutur. İş mövsümüdür. Ona görə kasıb rayonlar siyahısında yer alır. Rayonda orta aylıq əmək haqqı 644 manat təşkil edir. Burada suvarma problemi düşünüləndən də ciddi təsir göstərir. Bəzi kəndlərdə içməli su belə çətinliklə təmin olunur. 6-cı yerdə Masallı rayonu gəlir. Masallı sözünün Mosullu sözündən yaranması da ehtimal edilir. Məsəlli, məsəl çəkilən yer, məsəl çəkənlər mənasında da işlədilir. Sahəsi 721 kvadrat kilometrdir. Əhalisi 230 min nəfərə yaxındır. Ən böyük kəndləri Boradigah, Ərkivan, Mahmudavar və Qızılağacdır. Boradigah ölkəmizin ən varlı kəndlərindən biridir. Orta aylıq əmək haqqı 644 manat təşkil edir. Masallı uzun illərdəki əmək miqrasiyası ilə tanınır. Ailə üzvlərindən biri Rusiyada və ya başqa ölkədə işləməsə, gəliri təmin etmək çətindir. Pensiya məbləği 411 manat təşkil edir. Rayonun kənd təsərrüfatı əsasən tərəvəzçilik və maldarlıqdan ibarətdir. Ancaq bazar qiymətləri aşağı olduğu üçün gəlir də çox deyil. 5-ci yer Tərtər rayonu. Əvvəlki adı Mirbəşir rayonu olub. Bir şəhər 50 kənddən ibarətdir. Sahəsi 109 kvadrat kilometr, əhalisi 120 min nəfərdən çoxdur. Avtomobil nömrəsi 59-dur. Rayonun əsas təsərrüfat sahələri pambıqçılıq, heyvandarlıq, taxılçılıqdır.
Rayonda orta aylıq əmək haqqı 641 manat təşkil edir. İndiyədək aparılan araşdırmalar və arxeoloji qazıntılar Tərtərin qədim yaşayış məskəni olduğunu göstərməkdədir. Rayonda 24 tarix və mədəniyyət abidələri var. 4-cü yerdə Xızı rayonu gəlir. Əhalisi 20 min nəfərdən çoxdur. Xızı rayonu ilə Bakı arasında olan məsafə 104 kilometrdir. Azərbaycanın dağ rayonları arasında Bakıya ən yaxın olan Xızıdır. Avtomobil nömrəsi 29-dur. Kasıb rayonlarımız siyahısında 4-cüdür. Orta aylıq əmək haqqı 630 manat təşkil edir. İri meşəlik ərazilərə malik olduğu rayonlardan biridir. Xızı sözünün etimologiyası haqqında müxtəlif mülahizələr mövcuddur. Bir çox mütəxəssislər bu adın Sasanilər imperiyasından qaldığını güman edirlər. 3-cü yer Ağstafa rayonu. Ağstafa rayonu Azərbaycan Respublikasının şimal-qərb hissəsində Gəncə Qazax iqtisadi regionunda yerləşir. Sahəsi 1504 kvadrat kilometr, əhalisi 100 min nəfərə yaxındır. Rayonda bir şəhər, 9 qəsəbə və 29 kənd yaşayış məntəqəsi var. Avtomobil nömrəsi 05-dir. Əlverişli təbii coğrafi mövqedə yerləşən rayon təkcə Azərbaycanda deyil, bütövlükdə Cənubi Qafqazda ən qədim insan məskənlərindən biridir. Rayon ərazisinin 3510 hektar sahəsi meşəliklər ötür. Bunun da əsas hissəsi Tuqay meşələridir. Rayonda orta aylıq əmək haqqı 629 manat təşkil edir. İqlimi sərt qış və isti yay ilə xarakterizə olunur. 2-ci yer Balakən rayonu. Rayon 8 avqust 1930-cu ildə təşkil olunub. Sahəsi 923 kvadrat kilometrdir. Avtomobil nömrəsi 8-dir. Əhali sayı təqribən 100 min nəfərdən yuxarıdır. Dəniz səviyyəsindən 496 metr hündürlükdə yerləşir. Burada tütünçülük, baramaçılıq, arıçılıq, meyvəçilik daha çox inkişaf edir. İqtisadiyyatında heyvandarlıq və taxılçılıq da mühüm yer tutur. Orta aylıq əmək haqqı 615 manat təşkil edir. Balakən ölkənin ən çox qarğıdalı tədarük edən rayonudur. Sənayesi əsasən kənd təsərrüfatı məhsullarını emal edir. Rayonda tütün fermentləşdirmə, konserv zavodları, fındıq emalı müəssisəsi, kərpic zavodu, istehsalat və meşə kombinatları var. Və 1-ci yer Azərbaycanda ən aşağı maaş alan, əmək haqqı baxımından ən kasıb rayon Qax rayonudur. Burada orta aylıq əmək haqqı 579 manat təşkil edir. Qax 1930-cu il 8 avqust tarixində qurulub. Rayonda bir şəhər, 58 kənd var. Rayonun inzibati mərkəzi Qax şəhəridir. Bakı ilə arasında olan məsafə 345 kilometrdir. Nəqliyyat kodu 34-dür. Rayonda iş yerlərinin sayı az olsa da turizm çox inkişaf edib. Demək olar ki, insanların əsas gəliri yerli turizmdir. Qaxın turizm obyektləri, görməli yerləri çoxdur. Savadlı insanların yetişdirmələri ilə də seçilirlər. Turizm mövsümü olduğundan insanlar iş üçün daha çox Bakıya və digər ölkələrə üz tuturlar. Videomuzu bəyəndinizsə kanala abunə olmağı və rəy yazmağı unutmayın.